Salam, hər vaxtınız xeyir olsun Azad Region TV izləyiciləri, əziz vətəndaşlar. Qeyd edim ki, Alxanlı Bələdiyyəsinin kəndarası yolların sınırlandırılma prosesi davam edir. Hal-hazırda gördüyünüz kimi gölməçələrin doldurulması işləri həyata keçirilir. İnşallah gələcək dönəmlərimizdə digər yolların da sınırlanma işləri həyata keçiriləcək. Bəli, gördüyünüz kimi Alxanlı kənd ziyalısı iş adamı Amid Hacıyev buradadır. Prosesi ən yaxından izləyən demək olar ki, ziyalılarımızdan biridir. Xoş gəlmişsiniz Amid müəllim. Sizə xoş gördük. Mən istəyərdim ki, Alxanlı Bələdiyyəsinin gördüyü bu işlər barədə siz də öz fikirlərinizi qeyd edəsiniz. Siz də bir ziyalı kimi, bir jurnalist kimi hər zaman Alxanlı kəndinin belə deyək, qeydinə qalmışsınız. Hər zaman bu işlərdə öz dəstəyinizi sürməlisiniz. Bugünə kimi çox gözəl işdir, çox gözəl təşəbbüsdür. Bugünə kimi mən derdim ki, Alxanlı kəndinin tarixində, yəni belə geniş miqyaslı kənddə işlərin görülməsi, yəni yeni təyin olunmuş xalq cəmaatımız tərəfindən yekdinliklə seçilmiş Naib müəllimin fəaliyyəti dövrünə təsadüf eləyir. Hansı ki, biz görmüşük mərhələli şəkildə. Amma bu günlərin bax, kəndin başı ilə ayağı 18 kilometrdir. Onun harda belə deyərək belə yararsız yolları var, baxılıb, araşdırılıb. Mən fikir verirəm ki, hamısı həqiqətən də təmir olunur. Çox sağ olun, cəmaatımıza sizə təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun. Mən gözləyirdim ki, sözün açığı bələdiyyənin bu işində ev sakinləri hərəsi bir lapatkaya götürüb burada kömək verəcəklər. Mən istəyərdim ki, bax, bu işə, bu təşəbbüsə dəstək verək. Hansı ki, bəzi insanlar var ki, fikirləşir ki, onun evinin içində bələdiyyə daşla qrabil örtüyü ilə təmir eləməlidir, amma xeyr. Dövlətimiz o zaman güclü olur ki, orada dövlət və xalq birliyi olur. Cəmaatla bələdiyyənin birliyi də buna işarədir. Yəni, nə demək istəyirəm? Biz bu işə dəstək verməliyik, təqdirə layiqdir, çox sağ olun. Çox sağ olsun Alxanlı kənd icra nümayəndəliyi, çox sağ olsun Alxanlı kənd bələdiyyəsi və Naib müəllim, davamı gəlsin. Sizə güvənirik və bu güvənimizi bugün göstərdiniz ki, sarsıtmadınız. Mən də öz növbəmdə Naib müəllim sizin çəkilişinizdən istifadə edib. Amid müəllim düzdür dedi, deyilməsin, amma yox, demək lazımdır. Amid müəllim özü də bizə Şükuroğlu MMC bizə dəstək olub. Müəyyən bir hissədə qravillənməsində fəal iştirak edib, bizə müəyyən dəstək oldu, iyanə elədi. Yəni qravinin bir hissəsinin, müəyyən hissəsində Amid müəllim təşəbbüs göstərdi ki, döşənilsin. Bizim borcumuzdur, hamı təşəbbüs. Mən demirəm ki, imkanı çatmayan lapatkasını götürüb burada kömək eləməlidir. Çünki bu yol el yolumuzdur, yol ant yerimizdir, müqəddəsdir bizim üçün. Toya yolumuzla gəlirlər, ən yaxınlarımız, əzizlərimiz yol vasitəsilə evimizə qonaq gəlir və ən əzizlərimizi bu yol vasitəsilə aparıb dəfn edirik. Ona görə də yol müqəddəsdir, yola. Hər kəs bu təşəbbüsə 250 dəstək verməlidir. Hansı ki, qıraqdan durub ağzını büzməməlidir və söz-söhbət eləməməlidir. Sağ olun, hamınıza təşəkkür edirəm. Burada əməyi olan, bax, aşağı Alxanlıdan rəhmətli Məhək kişinin nəvəsi balaca Məhək, sağ olsun, hamısı. Bütün prosesdə ən fəal iştirak çox sağ olsunlar. Təşəkkür. Buradan mən də istifadə eləyib, bax, bu Raif müəllimin bu çəkilişindən. Mən bilmirəm, bu işə dəstək verən kim varsa, hamısına öz dərin təşəkkürümü bildirəm. Bir sakin olaraq, bir Alxanlı sakin olaraq. Siz də çox sağ olun, davamı ardı gəlsin inşallah. Sağ olun. Məlumat üçün qeyd edeyim ki, bir daha deyirəm, deməli, Alxanlı Bələdiyyəsi Alxan MMC ilə müqavilə bağlayaraq bugün artıq işlərimiz yekunlaşır. 38 kamaz çınqıl almışdı. Ancaq bizə əlavə dəstək oldu Amid Hacıyev, yəni Şükuroğlu MMC. Əlavə kamazların gəlməsi ilə bağlı. Bir də Abdullah Abdullayev bizim kənd sakinimiz, onlar da sahibkardılar. Bir də Bəbir qardaşımız bizə xüsusilə onlar təşəkkür edirəm, hər birinə dəstək oldular.
birlikdə onlar bizə 5 kamaza yaxın əlavə deməli çınqılın verilməsini təmin etdilər. Biz də bu çəkiliş vasitəsilə burada Amid müəllimlə bir də eyni zamanda Abdullah qardaşımıza, Bəbir qardaşa təşəkkür edirik ki, bizə dəstək oldular. İnşallah gücümüz çatan qədər səbirli olmaqlarını diləyirik cəmaatımıza. Mərhələli şəkildə də davamı gələcək. Sağ olun Raif müəllim. Siz də əziyyət çəkirsiniz. Siz də bizlə Raif müəllim də qeyd eləmək lazımdır ki, 9 bələdiyyə üzvündən ən aktiv və bizim yanımızda həmişə olan bələdiyyə bəli, bizim bu sahədə Raif müəllimin əməyi böyükdür. Sağ olun. Sağ olun.